Deməli, Windows'un ikinci hissəsində bizə lazım olanlar Windows'un obyektləri. Obyektlər nədir? Fail, qovluq, qısa yol. Yəni, məsələn, bir dənə kontekst menyudan qovluq açaq. Baba oldu qovluq. Bir dənə fail yaradaq. Bu Word-də ola bilər, Excel-də ola bilər, fərqi yoxdur. Bir fail, bir dənə də qısa yol. Qısa yol da üzərində ox işarəsi olan bu qovluğun da qısa yolu olmuş ola bilər. Bir dənə kopyasını yaratdıq. Qovluğun qısa yolu. Və yaxud da faylın da qısa yolu olmuş ola bilər. İndi qısa yolun üzərində də balaca bir ox işarəsi olur. Burada birinci olaraq bu üç dənə obyekt oldu. Qovluq, fail, qısa yol. Bizdən soruşar ki, qısa yolla kopyanın fərqi nədir? Məsələn, bu qovluğun qısa yolunu silim. Bu qovluğun içində bir müəyyən obyektlər yaradaq. Məsələn, bir dənə Word, bir dənə Excel ya da Publisher açdıq. İki dənə qovluq fail yaratdım. İndi bu qovluğun bir dənə kopyasını çıxarıram. Bir dənə də qısa yolunu çıxarıram. Bizdən sual versə ki, bu qısa yolla kopya arasındakı fərq nədir? Birinci fərq. Kopya faylın özü qədər ya da qovluğun özü qədər yaddaşda yer tutur. Hər ikisi 58.5 yazır. Amma qısa yol yaddaşda çox az yer tutur deyir. Bu üzərinə gəlir heç həcm göstərmir. Sadəcə obyektə istinaddır, göstəricisidir. Buna görə deməli kopya orijinal qədər yer tutdu, qısa yol yaddaşda deyirik çox az yer tutur. Bu bir fərqi. İkinci, mən qovluğun özünü silsəm, qısa yol açılmayacaq, amma kopya normal qaydada işləyir. Bax, məsələn, qovluğun orijinalına gəlirəm, originalı silirəm, delete vurdum, sildim. Qısa yolu vuranda deyir ki, aid olduğu obyekt silinib, restore, geri qaytarmaq istəyirsənmi, yoxsa silmək mi istəyirsənmi onda? Amma kopya heç bir aidiyyatı yoxdur, kopya işləyir. Yəni, qısaca, qısa yol nədir? Orijinalın bir qısa keçididir. Ona görə biz qısa yola girəndə içərisinə orijinala girmiş oluruq. Orijinal yoxdursa, deməli qısa yol açılmır, qısa yol işləməyəcək. Məsələn, mən qısa yolun içərisinə girdim. Buradakı hər hansı bir faili sildimsə, orijinala girəndə orijinalın da içindən o fail silinmiş olur. Çünki qısa yol orijinala keçir. Amma bunun kopyaya heç bir aidiyyatı yoxdur. Yəni kopya bir dənə ehtiyat nüsxə kimi düşünürük. Qısa yol da sadəcə uzun getdiyimiz yolu qısaca açmaq üçün. Ona görə praktik olaraq ekranda olan bir obyektin ekranda qısa yolu olmaz. Nəyin qısa yolu olar? Məsələn, mən hər dəfə ZIS-PC-yə girib, buradan C diskinə girib, buradan proqram failə, hər dəfə bu kanona girirəmsə, bir də belə uzun yol gedəcəyimə birbaşa kanonun ekranda qısa yolunu yaradıram. Elə o qısa yola girəndə elə kanonun içərisinə girmiş kimi oluram. Bax, məsələn, kontekst menyu açıb, buradan Show More Option deyirəm. Send to vasitəsilə Desktop Create Shortcut vururam. Baxın, kanonun desktopda qısa yolunu yaratdım. Bu qısa yola girməklə, görürsünüz, Print Drive hissəsinə girir. Burada bu kanonu klikləmək eyni şeydir. Yəni, bir də hər dəfə C diskinə girib, oradan proqram failə və s. gedəcəyimə birbaşa ekranda qısa yol yaradıram. Qısa yolun funksiyası budur, sürətli keçid deməkdir. Kopya amma ehtiyat nüsxə deməkdir. İndi, obyektin mousedan daşınması texnologiyasına drag and drop texnologiyası deyirlər. Bu mübadilə buferinin alternatividir. Mən bu obyekti mübadilə buferi vasitəsilə çoxaltmaq istəyirəmsə, yaxud yerini dəyişmək istəyirəmsə, yer dəyişmə katdı, köçürmə kopidir. Mən copy vurandan sonra bu mübadilə buferinə düşür və yaxud da kat vuranda mübadilə buferinə düşür. Sonra kontekstdə paste vururam, gəlib yapışır bura. Bax, kopyasını çıxartdım. Və yaxud da əgər mən bunu mübadilə buferindən istifadə eləmədən yerini dəyişmək ya da kopyalamaq istəyirəmsə, bu halda obyekti mouse'un sol düyməsindən çəkəndə, klaviaturadan shift düyməsini vuranda görürsünüz move göstərir. Obyekt yerini dəyişir. Obyekti sol düymə ilə çəkəndə kontrol vuranda kopyası yaranır. Sol düymə ilə çəkəndə alt düyməsini vuranda qısa yol yaranır. Deməli, bunu belə qeyd eləsək, rahat yadınızda qalması üçün. Obyekt mouse'un sol düyməsindən çəkilən zaman klaviaturadan shift düyməsini vuranda shift bu kat eləyir, yəni
yer dəyişmə. Drag and drop texnologiyasıdır bunlar. Ctrl düyməsini vuranda copy eləyir, yəni köçürmə. Alt düyməsini vuranda və yaxud da Ctrl Shift ikisini bir yerdə vuranda bunların hər ikisi qısa yoldur. Qısa yol. Bu belə, birinci. Növbəti gəlirik bu obyektlərdən pəncərənin növlərinə. Pəncərənin 3 dənə növü var. Dialoq, qovluq, sistem və ya tətbiqi proqram pəncərəsi. Hər hansı bir qovluğu açıramsa, bu qovluq pəncərəsidir. Əgər tətbiqi proqramlardan hansısa birini açıramsa, bu tətbiqi proqram pəncərəsidir. Və yaxud da ola bilsin, məsələn, kontrol paneli açıram, bu sistem proqram pəncərəsidir. Məsələn, kontrol paneli açdım, bu sistem proqramı sayılır. Və yaxud da dialoq pəncərəsi nədir? Məndən danışır. Silinmi, silməyimmi, saxlanı eləyimmi, eləməyimmi? Bu da dialoq pəncərəsidir. Deməli, pəncərənin növləri qovluq, bu, dialoq, bu və sistem və ya tətbiqi proqram. Yəni, tətbiqlərdən nəyi açıramsa tətbiqidir, sistemdən nə açıramsa sistem proqram pəncərəsi. Sonra gəlirəm nəyə? Bu qovluqları açan proqram File Explorer proqramıdır. Baxın, bu qovluğu açan proqramı bağlayım. Üzərinə, bu aşağıda taskbardır. Üzərinə gələndə yazır File Explorer. Yəni, mən hansı qovluğu açıramsa, bunu açan budur. Library-nin şəklidir. File Explorer proqramıdır. Bax, klikləyirəm qovluğu, File Explorer-i açır. İndi, qovluqdan bizə nə soruşar? Deməli, qovluq üzərində olanlar, birinci, bunlar idarə etmə düymələridir. Bu, bir dənə xətt olan minimallaşdırmaqdır. Kvadrat kimi gördüyünüz maximize əmridir. Bir dənə kvadrat maximizedir. Amma burada 2 dənə belə iç-içə kvadrat yazırsa, bu restore əmridir. Restore. Yəni, əvvəlki ölçüsünü bərpa eləməkdir. Məsələn, praktik göstərim. Mən bu bir dənə kvadratın üstə vuran kimi tam ekran boyu açılır. Burada 2 dənə kvadrat yaranır. Bunun üstə vuranda da əvvəlki vəziyyətini bərpa eləmiş olur. Demək, bunlar oldu idarə etmə düymələri. İdarə etmə. Digər ofislərdə dediyimiz. Bura başlıq sətridir. Bu açdığımız pəncərədir. Buradan nə sual verər? Burada bu obyektin ikonu üzərində sağ düyməni vuranda bir menyu açılır. Kontekst menyu deyirik. Burada close tabı soruşar. Yəni, bu pəncərəni bağlamaq. Biz normalda bilirik ki, pəncərəni bağlamaq üçün X düyməsinə, yəni Alt F4-dən istifadə edirik. Eyni zamanda Ctrl W-ni də vursam, pəncərəni bağlamış olur. Bunu yadda saxlayın. Bizdən soruşar ya Ctrl W-nun funksiyası, ya pəncərəni bağlamaq nədir Ctrl W, ya da bu menyu necə açılıb deyər. Obyektin ikonu üzərində mausun sağ düyməsini vurmaqla. Buradakı digərlərdə tərcümədən aydın məsələ, tablanın hamısını bağlamaq, dublikat və s. Növbəti, gəlirəm burada. Bu plusdan da yenisini yarada bilirik. Bunu yeni ki, brauzerlərdən bilirsiniz. Bu aşağıda görünən düymələr. Bu geri qayıtmaq əvvəlkinə. Preview. Bu next, irəli getmək. Nə zaman aktiv olur? Məsələn, hansısa qovluğun içərisinə girdim və geri qayıtma aktivdir. Və yaxud da geri qayıtmışamsa, irəli getmə aktivdir. Bunlar rahat. Baxın, əvvəlkinə getmək və yaxud da növbətiyə getmək. İrəliyə yəni. Bu nədir? Bu yuxarı gedən ox. Bu, bir səviyyə yuxarı qayıtmaq. Bir səviyyə yuxarı nədir? Məsələn, hal-hazırda bu ünvan sətrinə baxıram. İnformatika nəyin içərisindədir? Desktopun. Yəni, mən artıq burada bir səviyyə qovluq ağacında bir səviyyə yuxarı getmək deyirik. Bu oxu vuranda informatikadan əvvəl necə ki, burada desktopu görürəm, o desktopu açmış olur. Baxın, kliklədim, desktopa girdi. Yəni, qısaca olaraq buradakı səviyyələri deyək, disk, alt kataloq, alt kataloq, alt kataloq, alt kataloq belə gedirik bu şəkildə. Bunları bir növ geri qaytara gedir. İnformatika həmsə desktopa girir, desktopda həmsə OneDrive-ə gedir və s. Yəni, qovluq ağacında bir səviyyə yuxarı getmək. Bunlar da irəli geri getmək, bu yeniləmək, bu heç. Bu isə ünvan sətridir. Ünvan sətrində failin yolunu görürəm.
Failin yolu nədir demişdik? Failə qədər olan hissə. Söz axtarışdır. Hansı qovluqdayamsa onun içində axtarışdır. Məsələn, hal-hazırda informatikadayım, informatikada axtarış. Və ya da qeydiyyata gəlirəm, bax, söz qeydiyyat, qeydiyyatın içərisində axtarış. Hansı qovluqdayamsa orada axtarmaq. Sonra gəlirik bu menyu hissəsinə, bax bu hissə. Bu zolaqda, bax bu zolaqda, bir dənə işarəliyim. Bax bu zolaq. Olan əmrlərin adlarını əzbərləməlisiniz. Xüsusilə bu qovluğun ən vacib hissəsi bu hissədir. Ki suallar əsas buradan gəlir. Bu new iş masasında bildiyimiz yeni obyekt yaratmaq. Yəni bunun içərisində fail, qovluq, qısa yol yarada bilərəm. Baxın üzərində bu klikləyirəm. Qovluq, qısa yol və yaxud da fail yaradıram. Sonra bu digərləri, bu qayçı ad üzərində kat eləmək, yəni kəsmək. Kəsmək nədir? Obyektin yer dəyişdirilməsi. Yəni testdə nömrələsək ki, məsələn 1, 2, 3, 4, 5, 6. Bunlardan hansı obyektin yerini dəyişir? O bu qayçıdır. Ctrl X-dır. Hansı köçürmədir? Yəni kopya yaratmaq. Bax bu 2-dir. İkinci kopidir. Ctrl C. Hansı past eləməkdir? Yapışdırmaq. Bu üçüncüdür. Ctrl V. Deməli, cut, copy, paste. Sonra dördüncü rename əmridir. Yəni ad dəyişmə. Obyektin adını dəyişir. Bax, üzərinə gəlirəm. Üzərinə gələn kimi qeyd edilir. Rename. Adını dəyişmək. Növbəti görürsüz əmr passivdir. Baxın, digər qovluğa girirəm, yenə passivdir. Bu share əmridir. Paylaşmaqdır, diskə göndərməkdir və s. Share əmri fayllarda aktiv olur. Baxın, fayl seçən kimi aktivləşir. Fayllarda aktivdir, qovluqda aktiv deyil. Bunu da belə yadda saxlaya bilərsiniz ki, məsələn, biz e-maildə və yaxud da hansısa bir sosial şəbəkədə qovluq paylaşa bilmərik, fayl paylaşa bilərik. Yəni siz e-maillə qovluq ata bilməzsiniz. Atsaz belə o qovluğu arxivləşdirib atırsınız. O da artıq arxiv faylı olmuş olur. Baxın, RAR. Bu da faylın bir növüdür. Arxiv, icra olunan və s. Deməli biz qovluğu paylaşa bilmirik. Ona görə buradakı paylaş əmri passivdirsə, deməli seçdiyimiz obyekt qovluqdur. Sonra kat eləmək, kəsmək, daha doğrusu kat nədir? Delete eləmək, silmək. Biz sadəcə delete vuranda zibil qutusuna düşür obyekt korzinaya. Ancaq shift delete vuranda obyekti bir dəfəlik silir, yəni daimi olaraq. Baxın, delete vururam, deyir bu səbətə hərəkət eləyəcək. Ancaq indi shift delete vururam, bura yazır ki, daimi olaraq silinəcək. Sonra gəlirik bu sort hissəsində. Bu sıralamaqdır. Obyektləri adına, tipinə, yaradılma, dəyişmə tarixinə görə və s. sıralaya bilərəm. Burada fikir verin, yaratma tarixi də dedim. Date created. İş masasından fərqi nədir? İş masasında sıralamanın 4 növü var idi. Addır, tipdir, ölçüdür və son dəyişmə tarixidir. Amma qovluğun içərisində yaradılma tarixi də olur ki, əlavə də olur. Sadəcə sıralamadır, belə də yadda saxlaya bilərsiniz. Artma azalmasına görə və ya digər parametrlərə görə nizamlaya bilərik. Belə izah edək. Sonra gəlirik, əsas suallar düşür buradan ikinci view hissəsindən. View aydın məsələ nəyisə görünüb görünməməsini təmin eləyir. Birinci buradan başlayaq. Baxın, bu pəncərənin sol kənarı, yəni bu hissə. Bu navigation pane'dir. Naviqasiya adlanır. Naviqasiya. Hərəkət paneli yəni. Bu sağ tərəfdəki ön baxış və ya təfərrüatlar paneli olur. Pəncərəni biraz genişləndirin. Sağda gördüyümüz hissə, baxın bu hissə. Ön baxış və ya təfərrüatlardır. Niyə və ya təfərrüatlar deyirik? Çünki burada ön baxışda ola bilər preview. Ön baxış nədir? Obyekti açmadan tərkibinə baxmaq. Məsələn, bax gəlirəm mən bu preview'unu vururam. Buradakı hər hansı bir faylı açmadan, baxın, içərisinə baxa bilirəm. Da 2 dəfə klikləyib açmağa ehtiyac qalmır. Bir də burada təfərrüatlar da olur. Onu da view-dan tənzimləyirik. Gəlirəm view-ya. Burada detail pane aktivləşdirirəm. Baxın, burada obyekt haqqında məlumatlar göstərir. Yəni təfərrüatlar. Obyektin qısa məlumatları. Deməli, bu təfərrüatlar və ön baxış sağ tərəfdədir pəncərənin, naviqasiya sol tərəfdə.
Həm bunların görünüb görünməməsi, həm naviqasiyanın görünüb görünməməsi view-dan tənzimlənir. Və buradan seçirik ki, təfərrüatlarmı, preview-mu görünsün və yaxud da show-ya gəlirəm, naviqasiyanı baxın. Naviqasiya getdi, yenidən gəlirəm show-ya, naviqasiya gəldi. Görünüb görünməməsini view-dan tənzimlədik. Bir də pəncərənin aşağı hissəsi, ən aşağı olan hissə. Office proqramlarından bildiyimiz kimi vəziyyət sətridir. Yəni bu hissə pəncərənin, yəni çox aşağı ilə getdim və bura. Vəziyyət sətridir və bu ta ki axıra qədər. Və buradan belə axırda. Vəziyyət sətrində də bu hissədə obyektin sayı 23 obyekt var. Biri seçilib və seçilənin həcmi görsənir. Bu məlumatlar və bu aşağıda 23 dənə obyekt var. Bir dənəsi seçilib və seçilənin həcmi budur. Seçimin sayını artırsam orada qeyd eləyəcək. Məsələn, obyektlər seçilən, baxın qeyd edilir. 3 dənə seçilib, ümumi həcm 744. Bu ekranda obyektləri seçmək üçün ya belə seçim düzbucaqlısını, yəni mausu basılı halda tutub belə çəkib seçmək olar. Yaxud obyekti tək-tək seçmək üçün klaviaturadan kontrol vururam. Bax, birincini vurdum. Kontrol basılı halda digərlərini vururam. Obyektləri seçmiş olur. Tək-tək seçən kontrol düyməsi. Yox, mən ardıcıl seçmək istəyirəmsə, məsələn 2-dən 5-ə qədər hamısı seçilsin. O halda shift düyməsini vururam, ardıcıl seçir. Demək, tək-tək seçən kontrol, ardıcıl seçən shift düyməsi. Bir də vəziyyət sətrinin bu ən axırında gördüyümüz hissə 2 dənə görünüş rejimidir. Detail görünüş rejimi, yəni təfərrüatlar və large ikon görünüş rejimi. Bunları da klikliyim göstərim. Hal-hazırda detail aktivdir, bu da large. Amma ümumilikdə qovluqda 8 görünüş rejimi var. Demişdik, iş masasında 3 dənədir. Large, medium, small. Yəni, böyük, orta, kiçik. Amma qovluqda 8 görünüş rejimi var. Bu view-nun içərisinə gəlirəm. Extra large, large, medium, small, list, detail, tile, content. Bu 8-lik. Buradan testdə bizə 5 dənəsini soruşur. İlk üçlükdən başqa. Çünki ilk üçlük ekstra hədsiz böyük görsənir. Test üçün uyğun deyil. Large-la medium da ikisi bir-birinə çox bənzəyir. Yenə testdə seçmək mümkün deyil. Ancaq yerdə qalanların hər birinin özəlliyi var. Yəni, detaili necə tapırıq? 4 hissədən ibarət olur. Baxın, adı, bu sırada adlar görsənir. Dəyişmə tarixi, tipi və ölçüsü. Deməli, dörtlü hissədən ibarətdirsə, baxın, 4 hissə. Bu olur detail. Əgər 2 hissədən ibarətdirsə, o halda olur content rejimi. Bax, 4 dənə detail, detallarla bir yerdə. Contentdə 2 hissədən ibarət olur. 1. Obyektin adı və ikonu. 2. Dəyişmə tarixi və ölçüsü. Qabağında məlumatlar görünür. Deməli, dörtlü hissədirsə, eyni obyektin 4 dənə sütun şəklində məlumatları varsa, bu detaildir. 2 sütun şəklindədirsə, altdan da belə qırıq-qırıq xəttlər çəkibsə, bu olur content görünüş rejimi. Fayl görünüş rejimində isə obyektin məlumatı öz yanında olur, qarşısında yox. Baxın, obyektin məlumatı öz altındadır, yəni qarşıdakı başqa obyektir. Bunları bir də təkrar kimi qeyd eləsəm. Detaildə 4 dənə hissədir. Eyni obyektin 4 dənə məlumatı görsənir qarşı-qarşıya. Contentdə 2 hissəlidir. Qarşı-qarşıya 2 hissə görsənir. Növbəti tile'da isə obyektin məlumatı öz yanında görsənir. Amma üçündə də məlumat var. Həm detaildə, həm contentdə, həm tile'da. Small-la listin fərqi nədir? Bunlarda məlumat yoxdur. Listə sütun üzrə düzür. Bu sütun bitir, keçir bu biri sütuna. Amma small iconda sətr üzrə düzür. Məlumatın baxın, A burada, I burada, Q burada, R burada. Birinci qovluqlar düzülür, sonra 2, 5, 6, 6-nın Windows'u və s. belə. Sətr üzrədirsə small, sütun üzrədirsə list görünüş rejimi olur. İndi bu dediklərimdən nümunə praktik suallar göstərim test üzərinə.
danışdığımız hissələrdən. Məsələn, görünüşlərdən 44-cü sual. Deyir, bu hansı görünüş rejimidir? Obyektin məlumatları öz yanında, yəni öz altında görünürsə, bu tile görünüş rejimidir. Baxın, obyektin məlumatı öz yanındadır. Yəni qarşıda deyil, öz altındadır. Bu olur tile. Amma 41-ci sualda obyektin məlumatları qarşı-qarşıya 4 dənə hissədir. Bu olur detail görünüş rejimi. Və yaxud, məsələn, başqasını göstərim. Deməli, 20-ci sualda obyektin məlumatları 2 hissədən ibarətdir, qarşı-qarşıya. Bu artıq olur content. Deməli, 2 hissədirsə content, 4 hissədirsə olur, bir dənə, 4-lü hissədirsə olur detail, obyektin məlumatı öz yanındadırsa olur tile. Small listdən də birinə aid nümunə göstərim. Məsələn, deməli, burada. Deyir ki, hansı görünüş rejimidir? Bax, 1 burada gəlir, 3 buradadır, 4 buradadır, 5 buradadır, 6 buradadır, 7 buradadır. Yəni, sətir kimi sıralayıb, sütun kimi getməyib. Buna görə olur small icon. Amma bu belə getsəydi, 1, 3, 4, 5, 6, 7, məsələn, 8, 9 belə getsəydi, buna list görünüş rejimi deyərdik, siyahı kimi. Bu belə. Məsələn, başqa sual, baxın burada. Bir verilmiş fraqment hansı varianta aiddir? Yəni, biz burada bu artma, azalma və yaxud da adına, dəyişmə tarixinə, tipinə görə sıralama nəyin içərisindədir? Sortun içərisində. Çünki biz qovluq pəncərəsində həmin sıralamanı sortda qeyd elədik. Baxın, bu pəncənin şəklini çəkib bunu soruşur. Və yaxud da başqa bir sual. Burada, 105-ə də deməmişəm, elə onu deyim, onu göstərim. Deməli, növbəti bu view-un içərisində qalan əmrimiz nə oldu? Show-ya gəlirəm. Burada bu view-dakıları biraz sıxlaşdıra bilərik. Baxın, sıxlaşdırdım. Və yaxud da biraz genişləndirə bilərəm. Genişləndirdik. Ara məsafələrini. Sonra bunun içərisindən checkboxların görünüb görünməməsi, faylın genişlənməsinin görünüb görünməməsi və gizli obyektlərin görünüb görünməməsi tənzimlənir. Checkboxlar nədir? Obyekti seçmək üçün baxın qarşısına qutular qoyur. Biri var kontrol düyməsindən tək-tək seçəm. Bir də var da kontrol vurmuram, artıq qarşısındakı qutuları klikləməklə seçirəm. Və də burada bax seçdim. Bu digərin içərisindən göstərir, bu Seymour'un içərisində. Burada hamısını seçmək, heç birini seçməmək və invert selection əmri var. Invert selection nədir? Seçimi dəyişməkdir. Yəni, mən seçdiklərimi yox, seçmədiklərimi seçir. Baxın, seçimi dəyişmək budur. Deməli, view-da checkboxları göstərdi, indi yenidən gizlədi. Sonra görürsünüzsə, obyektlərin hamısının genişlənməsi görsənir. Məsələn, PDF-dir, şəkildir, Word-dür. İndi mən istəyirəm o genişlənmələr görünməsin. View-ya gəlirəm, show-nun içərisindən file name extension, baxın, genişlənmələr hamısı gizləndi. Yenidən istəsəm, geri qaytara bilərəm. Və yenidən qaytardıq. Və bir də burada gizli obyektin görünüb görünməməsidir. Bu nədir? Biraz ikonları böyüdək. Obyekti gizlətmək üçün, məsələn, bu qeydiyyat hissəsini gizlətmək istəyirəm. Kontekst menü açıram. Buradan property-yə gəlirəm və burada hidden əmri var. Hidden vasitəsilə klikləyirəm hidden-ə, ok vururam, obyekt gizləndi. Fikir verin, obyekt artıq yoxdur. İndi mən həmin gizli obyekti görmək istəyirəm. O halda view-ya gəlirəm, show-nun içərisindən hidden item, gizli obyektləri göstər əmrini vururam. Gizli obyekt solğun rəngdə görünür. Obyektin ümumən solğun görünməsinin 2 səbəbi var. Ya obyekt hidden olunub, ya obyekt cut olunub. Cut nədir? Yəni kəsilib, mübadilə buferinə atılıb. Baxın, hal-hazırda hər ikisi solğundur. Əgər mən yeniləmə vursam, yəni refresh əmrini vursam, obnovleniya eləsəm,
Bax eləyirəm. F5 düyməsini vurdum. Görürsüz, kat olan öz rənginə qayıtdı. Bax yenidən yoxlayıram. Bax bunu kat eləmişəm. F5 vuran kimi öz rənginə qayıdır. Amma hidden olunan qayıtmadı. Bunu öz əvvəlki vəziyyətinə qaytarmaq üçün mütləq gizlilikdən çıxarmalıyıq. Gizliliyə də property-dən qoyduq, elə oradan çıxarıq. O da context menyuda da var. Və yaxud da bu see more-a gəlirəm 3 nöqtəyə. Buradan property-ni açıram, buradan da açmaq olar. Yenidən obyekti ya gizlədirəm və yaxud da gizlətmişəmsə obyekti gizlilikdən çıxarıram. Məsələn, gəlirəm property-yə. Baxın, obyekti gizlilikdən çıxartdıq. Artıq obyekt əvvəlki rəngində görsənir. Yəni solğun görünür. Belə view bitirdi. Ən axırıncı see more-da sonuncu əməliyyatı ləğv etmək, obyekti quick access, yəni tez-tez istifadə olunan hissələrə bərkitmək. Dediyimiz kimi hamısını seç, heç birini seçmə, seçimi dəyiş, property xüsusiyyətlər, alt enter düyməsidir. Option nədir? Optionu kliklədikdə folder option dialog pəncərəsi açılır. Testdə bizdən soruşur ki, bu folder option neçə alt menyudan ibarətdir? Bax, 3 dənə general, view və search. Burada əsas generalda bizə suallar düşər bu hissədən. Baxın buradan. Bunları qəbulda bir dəfə işarələyib soruşur. Bu birinci, bütün obyektləri eyni pəncərədə açmaq. İkinci, hər birini ayrı-ayrı pəncərədə açmaq. Yəni, bir var iç-içə qovluqlara girəndə hamısı eyni pəncərənin içində açsın. Bir də var hər birini ayrıca pəncərə açsın. Və yaxud da obyekti bir klikdənmi açım, single? Yoxsa double klikdənmi açım? Yəni, bir dəfə vuranda mı açasın obyekt, yoxsa 2 dəfə klikləyəndə mi? Bunları tənzimləyirik. Bir də view-dan gizli obyektin görünüb-görünməməsi, genişlənmələrin görünüb-görünməməsi və s. Görünüb-görünməmələri tənzimləyirik. Həmin deməli biz gizli obyektin görünüb-görünməməsini və yaxud da genişlənmələrin see more-dan da eləyə bilərik optionla. Yaxud da elə view-nun içərisinə gəlib view-da show vasitəsilə görünüb-görünməməsini təmin edə bilərik. Bu növbəti bir də bu hissədə qovluq və faylın kontekst menyusunu bilməlisiniz. Yəni, faylın üzərində sağ düyməni vurdum, faylın kontekst menyusu açılır. Xüsusilə nəyi yadda saxlayın? Biz faylı OpenViz eləyə bilərik. Yəni, məsələn, bu qovluğu fərqli formatda da Google Chrome üzərindən, Microsoft Edge, Acrobat üzərindən aça bilərəm. OpenViz. Amma qovluğun üzərində kontekst menyu vuranda OpenViz əmri olmur. Səbəb çünki qovluqların hamısını açan bu File Explorer proqramıdır. Bu, deməli, fayl və qovluğun kontekst menüsü arasındakı fərqliliklərdir. Sonra bir də burada gördüyünüz əmrlərdən başqa See More option'a gəlirəm. Bu daha çox seçimləri göstərir. Burada da məsələn fayl üzərində gətirib send to vasitəsilə desktopda qısa yolunu yarada bilərəm. Cut, copy, shortcut, delete, ad dəyişmə və s. xüsusiyyətlərinə baxa bilərəm və s. Buradan deməli bir digər əsas yadda saxlanmalı testdə soruşan. Copy paste-la copy-nin fərqini soruşar. Copy faylın özünü kopyalayır. Copy paste faylın yolunu kopyalayır. Yəni baxın bu ünvan hissəsini kopyalayır. Bir də faylın kontekstində dedik ki, bu OpenViz var və yaxud da mora girəndə new əmri var və s. yenisini yarada bilərəm. Məsələn, bir dənə fayl üzərindən göstərim. Simora girirəm. Baxın, yenisini yarada bilirəm. Edit eləyə bilirəm redaktə. Qovluqda bunlar yoxdur. Əvəzinə də qovluqda pin əmrləridir. Start menyuya bərkitmək, quick assist-ə bərkitmək və s. Bu da bunlar arasındakı fərq. Belə, ikinci hissədən də bu qədər.